El arasında boğazım gəlib deyən insanlar. Yəni boğazda şişkinlik, səpki, qızartı, angina, laringit, faringit kimi problemdən əziyyət çəkirsinizsə, soyuq su içmisiniz, boğazınız şişibsə, el arasında deyilən kimi desək, boğazınız gəlibsə, hansı vasitəni istifadə eləməlisiniz ki, bu problem sizdən çox tez vaxtda yoxa çıxıb getsin və boğaz şişkinliyindən bilirsiniz ki, ən çox yaranan problem nədir? Qızdırma yaranır, qızdırma verir bədənə. Bu da bədəndə halsızlıq, immun sistemini aşağı salmaq kimi problemləri yaradır. Bunun üçün də biz boğazdakı olan səpkini, qızartını cəmi 2-3 dəfə istifadə ilə aradan qaldırmaq üçün çəkili çıxmış olan pulmolor spreyi gündə 3-4 dəfə boğazın sağ və sol tərəfinə 2 püskürtmədən istifadə eləməyimiz kifayətdir ki, tamamilə boğazda olan şişkinlik, iltihab, qızartı kimi problemlər tamamilə aradan qalxsın və siz də daha rahat, daha gümrah həyatınızı yaşaya biləsiniz. Və sizdən ən böyük xahişim ondan ibarət olacaq ki, videonu bəyənməyi, paylaşmağı, səhifəyə də abunə deyilsə, mütləq abunə olmağı unutmayın.